Azərbaycanın ilk yığma futbol komandası nə zamandan yaranmışdır? Onu deyim ki, ümumiyyətlə Azərbaycanda futbolun çox böyük tarixi vardır. Lakin Azərbaycanın ilk yığma komandası 1926-cı ildə yaranmışdır. Bu Bakının yığma komandasıdır. Və həmin ildə deməli İranın milli komandası ilə futbol yarışı keçirilmiş və 4-3 hesabı ilə həmin komandaya qalib gəlmişdir. Azərbaycan milli yığması isə 1928-ci ildə yaranmışdır və ilk iştirak elədiyi beynəlxalq turnir yenə Tehranda olmuşdu ki, 1929-cu ildə oradakı beynəlxalq turnirdə o 3 oyun keçirmiş və İranın hər 3 oyunda da İranın milli komandasına çox böyük hesabla qalib gəlmişdi. Hətta 3-cü oyunda hesab 11-0 Azərbaycanın milli komandasının xeyrinə olmuşdur. Bir şey də qeyd edeyim ki, Gəncənin də futbol komandaları vardı o zamanki dövrdə. Belə ki, Gəncənin ilk futbol komandası 1928-ci ildə yaranmışdı və 8 komandanın iştirak elədiyi 4-5 şəhərdən orada turnirdə, Azərbaycan turnirində iştirak eləmişdi. Və həmin turnirdə Bakının Həmkarlar 2 komandası çempion olmuşdu. Gəncənin özünün professional futbol klubu isə 1938-ci ildə yaranmış və adı Temp olmuşdur.